Salam, hər vaxtınız xeyir olsun bir daha yoldaşlar, dəyərli oxuyucular. Çox güman ki, ya gün orta saatlarıdır, ya səhər saatları bir fincan kofe ilə, ya axşam, bəlkə də Avropa hansısa bir ölkədəsiz, ya kəndlərdəsiz və yaxud elə Bakıda işdən gəlib əyləşmisiniz, oxuyursunuz bu kitabı. Bu videonu izləyirsinizsə, vərəqin bu üçüncü yəqin ki, qatlamışsınız ki, oxumaq üçün və ya ara kəsmə qoymusunuz ki, girib davam eləyəsiniz. İndi bu QR kodumuzun sualı, bu videonun sualı, bu daha doğrusu hekayəsi tamam başqadır, fərqlidir. Birinci sualı verək, sonra hekayəsini danışaq. Şəkildəki şəxsi tanıyırsınızmı? Yəni, tanış gəldinizsə şəxs. Böyük ehtimalla tanıdınız, bəli, düzdür. Hacı Zeynalabdin Tağıyev, Azərbaycan ziyalısı, milyonçusu, 1901-də Müsəlman şərqində ilk qızlar məktəbini inşa etdirən şəxsiyyət, xeyriyyətçi. Deməli, Nizami 5 mərtəbələr ərazisində, indiki Nizami 5 mərtəbələr ərazisində Hacının inşa etdiyi binalar olub. 2019-cu ildə bunu mənə danışıblar bu ərazidə. Deməli, dövlət rəhbərliyi Hacını çağırır, deyir, Hacı, bu ərazidə sən bina inşa etdirməlisən, bir baş üstə. Hacı gedir, dostunu çağırır, ustanı çağırır və Hacı deyir, usta, burada bina inşa olunmalıdır. Mənə nə qədər daş lazımdır? İndi mən təxmini atıram da rəqəmləri. Məsələn, usta deyir ki, Hacı, mən 1 ton tutaq. Dostu deyir ki, əşi, Hacı, 4 ton yaz bizlikdir. Hacı deyir ki, ay usta, əşi, yaz ora 5 ton. Usta baxır, bir baş üstə Hacı. Deyir, usta, bura nə qədər qum lazımdır? Usta deyir ki, Hacı, sən daha yaxşı bilərsən, amma məncə tutaq ki, filan 2 ton filan. Dostu deyir ki, ay Hacı, usta sən qədər bilənməz bu işləri. Yaz getsin. Hacı deyir, ay usta, əşi, yaz ora 5 ton. Baş üstə Hacı, əşi daş, əşi qum, əşi sement, vaxt gəlir, vədə çatır, bina vaxtından əvvəl hazır olur. Dövlət rəhbərliyi gəlir lenti kəsməyə, deyirlər, Hacı, çox sağ ol, adına yaraşan, vaxtından əvvəl bina inşa elətdirdin, amma biz sənə 2 bina demişdik. Yanındakı üçüncüsü nədir? Hacı baxır, deyir ki, o əşilərin binasıdır. O əşilərin binası hələ də tarixin canlı şahidi olaraq qalır. Əşi daş, əşi qum, əşi sementdən artıq qalan daşa, quma, sementə bir böyük bina inşa olunub. Mən də bildiyiniz kimi şairəm, romantik adamam, aşk sozuyam. Götdüm, yazdım ki, orada həyatın girdabında yaşlanırıq, dururuq. Bəzən dünən keçmişi, zamanı unuduruq. Heyrət etdim, təəccüb ilə, seyri sədalarda mən kiçik bir xəyal ilə böyük həyat qururuq. Kiçik xəyallarınızdan böyük həyata doğru getməyiniz mümkündürmü? Mümkündür. Amma içində əşilər varsa, bir balaca kəsirlər yarana bilər. Əşi ata, əşi ana həyat gözləməz. Əşi müdür filan fürsət gözləməz. Əşi təlimlər, kurslar, sosial layihələr həyat yenə fürsətlərə doludur. Əşi 5 dəqiqədə yatım, əbədiyyət zaman xətti bizi gözləməz. Müvəqqəti məsuliyyətdən mütləq məsuliyyətə çıxmaq üçün sizə yazdığım, kitabda qeyd elədiyim 5 qızıl qaydanı tətbiq etməyinizi xahiş edirəm. İnşallah ki, işə yarasa bu kitabda verdiyim yerlərdə öz xatirələr sözlərinizi paylaşarsınız. Xoş mütaliələr.